Ata gözlərini pəncərəyə zilləyib, intizarla səhərin açılmasını gözləyirdi. Səhər isə sanki yubanıb açılmaq istəmirdi. O, axşamdan yerinə girib yatmaq istəyirdi. Ancaq yuxusu elə bil ərşə çəkilmişdi. Gözlərini bu dəfə başqa səmtə çevirdi. Aramsız şıqqıltı ilə işləyən saata baxdı. Saat heç nəyə məhəl qoymadan aramsız işləyirdi. Dərindən bir nəfəs alıb köks ötürdü. Bədənindən giziltili bir ağrı keçdi. Ya Rəbb, mənə dözüm ver deyib əllərini göyə qaldırıb Allaha dua etdi. Məni oğlumu görməmiş bu dünyadan aparma. İlahi, səni ant verirəm İzzət-i cəlalına, mənim günahlarımı bağışla. Əl açıb sənə yalvarıram, məni oğlumu görməmiş bu dünyadan aparma. Səndən tək arzum, tək istəyim bax budur. Nə olar Allahım, məni arzuma qovuşdur deyib Allaha yalvarırdı. O sızıldayan ayaqlarını yavaş-yavaş hərəkətə gətirib ağrılara sinə gəlməyə çalışdı. Və bir daha əllərini göyə qaldırıb Allahdan özünə şəfa istədi. Yenidən pəncərəyə baxdı. Səhər isə açılmaq bilmirdi. Ana isə atadan fərqli olaraq dərdini ürəyə salıb səhərə qədər göz yaşı tökürdü. Ata bir neçə gün idi ki, belə yataq xəstəsinə çevrilmişdi. O dəhşətli xəbərdən, oğlunun itkin düşmə xəbərindən sonra, elə bil bu xəbərdən sonra atanın beli sınmış və bütün sinirləri qurumuşdu. Ananın isə sanki dili batmışdı. Ümidlə şad xəbər gözləyirdi. Oğlunun tapılacağı günü. Əgər bu xəbəri eşitsə, ata quş kimi olub sağalacaqdır. O gündən hələ də bir xəbər yox idi. O Allahım, mənə biraz səbir ver, biraz yatım deyib gözlərini yumdu. Zorla gözlərini yummağa çalışdı. Bir neçə dəqiqədən sonra şirin bir yuxuya getdi. Aman Allahım, bu nə mənzərədir mən düşmüşəm. Ata yuxu görürdü. Əsl cənnətdir ki bura. Göz işlədikcə uzanan yaşıl meşələr, dərələr, uca sıldırımlı yaşıl dağlar, şırhaşır axan çaylar, sərin hava, bir sözlə əsrarəngiz bir gözəllik. Təbiətin füsunkar bir mənzərəsi. Şırıltı ilə axan çayın özünü dağlara, daşlara çırparaq, köpüklənə-köpüklənə axan çayın mənzərəsi elə bil adama şirin layla çalırdı. Çayın üstündə iri bir körpü var idi. O, körpüyə enib çayın o bir sahilinə keçmək istədi. Bu zaman qulağına gələn səsdən diksinib yan yörəsinə baxdı. Bu mənim oğlumun səsidir. Ürəyi sürətlə çırpınmağa başladı. Səs getdikcə lap yaxınlıqdan eşidilirdi. Yan yörəsinə baxdı. Heç kim yox idi. Oğlu isə ata deyib onu haraylayırdı. O əyilib körpünün altına boylandı. Gözlərinə inanmadı. Bu həqiqətən də onun oğlu idi. Oğlu körpüdən asılı vəziyyətdə aşağı düz çayın ortasına sallanırdı. Əgər əli körpünün alt dəmirindən boşalıb qopsa, sürətlə axan çaya düşəcəkdir. Odur ki, var gücünü toplayıb, möhkəm olmağa çalışırdı. Ata kömək elə, deyib oğlu haray saldı. Can bala, bu dəqiqə, deyib körpünün ortasına qaçdı. Əyilib əlini oğluna sarı uzatdı. Əlini mənə ver bala, əllərini asıla qalmış balasına uzatdı. Oğul çox pis vəziyyətdə qalmışdı. Əgər əlini atasına versəydi, o biri əli də boşalıb çaya düşəcəkdi.
Ona görə atasına baxa-baxa qalmışdı. Taqətdən kəsilmiş oğlu bu ağırlığa dözə bilməyib, əlləri tamam boşaldı və çayın ortasına düşdü. Ağzını əjdaha kimi ayırıb öz ovunu gözləyən amansız çay oğlanı ağuşuna alıb öz hayqırtısı ilə aləmə səs salırdı. Bu mənzərədən dəhşətə gələn ata var gücünü toplayıb özünü balasının dalınca çaya atdı. Bir müddət çay onu da ağuşuna alıb hiddətlə daşlara çırparaq atıb tuturdu. Çay getdikcə mülayimləşirdi. Sakit axınla ata balanı da bir-birindən ayırmışdı. Elə bu an ata balasını gördü. Ona tərəf üzməyə çalışırdı. Oğluna yaxınlaşıb, taqəti kəsilmiş oğlunu qucağına alıb, onu duz kimi yalamağa başladı. Can balam can, axır ki səni tapdım. Allah səsimi eşitdi, səni mənə qovuşdurdu. Şükür sənə Allahım deyib oğlunu bərk-bərk qucaqladı. Sonra sahilə tərəf üzməyə başladı. Demək olar ki, çayın axını tamam sakitləşmişdi. Dəli kimi hayqıran çay da elə bil atanın sevincinə şərik olmuşdu. Lal baxışları ilə göz aydınlığı verirdi. Sahilə çıxan ata hələ də gözlərinə inana bilmirdi. Şükür Allahım, oğlumu mənə qaytardın. Hey Allaha dualar edirdi. Oğlunu bağrına basıb, mənim qəhrəman balam, mənim igid balam, nə vaxtdır sənin yolunu gözləyirdim. Bax indi mənim qucağımdasan. Oğlunu sığallayıb, gah ağlayır, gah gülür. Sonsuz ata məhəbbəti ilə oğluna sığal çəkirdi. Oğlu da özünə gəlib atasına sığınmışdı. O atanın ürəyinin necə döyündüyünü eşidir, ancaq dinib danışmırdı. Ancaq atasının səsini, bir də ürəyinin səsini dinləmək istəyirdi. Atanı bu şirin yuxudan ana oyatdı. Ay kişi, sənə nə olub? Kimi tapdın? Gözlərini açıb yan yörəsinə diqqətlə baxan ata hələ də yuxunun sehrindən ayılmamışdı. O yastığı sinəsinə basıb göz yaşlarına qərq eləmişdi. Ana onun bu vəziyyətini çox görmüşdü. Ona görə də gizlincə göz yaşları töküb dərdini təzələmək istəmədi. Ata isə hələ də onun yuxu olduğuna inanmaq istəmirdi. Axı bir neçə dəqiqə bundan qabaq oğlunun isti nəfəsini hiss edirdi. Ay üzlü balasını bağrına basmışdı. Günəşin ilıq nəfəsi və otaqda oynayan şüaları otağı xeyli isindirmişdi. O hələ də yuxunun təsiri altında idi. Su aydınlıqdır, bəlkə də bir şad xəbər gəldi, deyib könülsüz ayağa qalxdı. O ağır addımlarla həyətə düşdü. Əl üzünə su vurub dəsmal ilə quruladı. Bu zaman ağaca bağlanmış iri buynuzlu qoç atanı görüb ona tərəf dartındı. Ata ona yaxınlaşıb başını sığalladı. Əyilib onun boynunu qucaqlayıb alnından öpdü. Dərdinə həmdəm olan sanki sirdaşı kimi pıçılladı. Allahım səni bu ip bağından tez qutarsın. Rəbbim məni arzumu ürəyimdə qoymasın. Tezliklə bu qurbanlığımı da qəbul etsin. Sonra göz yaşları içində boğula-boğula dedi. Bu gecə oğlumu, Habilimi yuxumda gördüm. Atanın səsi titrədi. Gözləri yaşla doldu. Qoç elə bil onu duyurmuş kimi üz gözünü yalamağa başladı. Üz gözündən axan göz yaşlarını silib sanki deyirdi. Ağlama ata, başını dik tut. Sən xoşbəxt atasan. Oğlun vətənin, torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Sevin ki, belə bir oğul yetişdirmişsən. Mən də çox qürur duyuram ki, belə bir şəhidə qurbanlıq qismətim olub. Qara qoç sanki atanı ovundurmaq istəyirdi. Ata yenə əlləri ilə qara qoça sığal çəkib, xoş bir xəyala daldı. Bax, elə bil dünən idi. Həyat yoldaşımı xəstəxanaya apardıq. İlahi,
Nə qədər xoşbəxt insanlar idik. Bax, onda da sənin kimi bir qara qoçu alıb bura bağlamışdım. Oğlumun sağ-salamat dünyaya gəlməsi üçün. Bilirsən, həkimlər balaca Habilimi qucağıma qoyanda nə qədər sevinmişdim. Elə bilirdim ki, dünyanın ən xoşbəxti mənəm. Hələ onun ilıq nəfəsini üzümdə hiss edəndə özümü yerin, göyün bəxtəvəri sanırdım. Gül qoxlu balamın ətrini hiss edib onun yanaqlarından öpdüm. Ondan sonra hər il doğum günündə həyətimizdə sənin kimi bir qoç qurban deyirdim. Məni görən qohum qardaş o gün olsun oğlunu əskərliyə yola salasan deyib göz aydınlığı verirdilər. Allah o günü də qismət elədi mənə. Yenə bir qoçu qurban kəsib, qohum qardaşı yığıb məclis etdik. Və oradan toy-busatla hərbi komissarlığa yola saldıq. İndi axırıncı qurbanlıq sənin qismətin imiş. Qara qoçla biraz danışıb, sanki toxtayırdı. Allahım, qəbul elə bu qurbanı da. Mən də qürur hissi ilə yaşayıram. Ancaq balam öz torpağında, öz elində, obasında torpağa tapşırılsın. Gözün yığışsın yollardan. Qara qoç hər şeyi anlayırmış kimi atanın üz gözünü yalamağa davam edirdi. Bir neçə gündən sonra belə bir xəbər yayıldı. Ermənilər bizim əskərlərimizlə öz zabitlərini dəyişəcəkdilər. Atanın, ananın ürəyi yerinə düşmüşdü. Axır ki, o gün yetişdi. Erməni zabiti sağ idi. Bizim əskərlərimiz isə şəhid olmuşdular. Onlar 6 əskər və bir zabit idi. Onlar hərbi hissəyə yenicə gəlmişdilər. Vətənin keşiyində durub göz bəbəkləri kimi qorumağa and içmişdilər. Elə bu zamanda mənfur erməni işğalçıları vətənimizə qarşı müharibəyə başladılar. Torpaqlarımızın, vətənimizin azadlığı uğrunda qızğın döyüşlər gedirdi. Belə döyüşlərin birində onlar mühasirəyə düşdülər. Son nəfəsinə qədər düşmənlərə müqavimət göstərdilər. Onların bir amalları, bir məqsədləri var idi. Torpaqlarımızı erməni işğalçılarından azad edib, ana vətən uğrunda qəhrəmancasına, şəhidlik zirvəsinə ucalmaq. Ermənilərin məqsədi isə bizim dədə-baba torpaqlarımızı zəbt etmək idi. Ona görə də onlar heç vaxt vətən, torpaq uğrunda deyə bilməzdilər. Çünki vətən də, torpaq da bizim idi. Biz vətənimizi vaxtilə yurtsuz, yuvasız ermənilərə qucaq açmış, ən gözəl güşələrində sığınacaq vermiş, öz qonaqpərvərliyimizi nümayiş etdirmişdik. Xalqımızın ürək saflığından istifadə edib və bütün yaxşılıqlara xor baxmış ermənilər nəticədə torpaqlarımıza yiyələnmək istəmişdilər. Ona görə xalqımıza qarşı işğalçı müharibəyə başlamışdılar. Bu vuruşmalarda heç vaxt qalib gələ bilməzdilər. Onlar döyüş vaxtı könüllü təslim olurdular. Başa düşürdülər ki, xor və xaincəsinə baxdıqları bu torpaq onların deyil və torpağın əsl sahibləri onları qovub öz torpaqlarına sahib olacaqdılar. Onlar buna tam əmin idilər. İgid oğlan və qızlarımız hər bir qarış torpaq uğrunda qəhrəmancasına vuruşdular. Belə qızğın döyüş gedən günlərdə ata bütün günü televizorun qabağında oturub qəhrəman ordumuzun sayəsində, qəhrəman oğul və qızlarımızın sayəsində hər gün azad olunan şəhərlərimizin işğaldan alındığını sevinç göz yaşı ilə xəbər aparıcılarının son xəbərini dinləyir və ordumuzun erməni işğalçılarını qovub qürur hissi ilə yaşayırdı. Hörmətli tamaşaçılar, hazırda aldığımız bir məlumatı da diqqətinizə çatdıraq. Füzulinin 4 kəndi və Cəbrailin isə 2 kəndi işğaldan azad edilib. Gözümüz aydın olsun. Bir gün isə oğlunun düşmənlərə qarşı mərdliklə döyüşdüklərini və onlara təslim olmadıqlarını eşidib, ata qüruru ilə "Mən səninlə fəxr edirəm oğlum" demişdir. O gün 6 əskərin və bir zabitin gəlişinə
bütün el-oba yığışmışdı. Azərbaycanın şanlı bayrağına bükülmüş tabutların qarşısında hamı ehtiramla baş əyirdi. Dərin hüzünlə göz yaşı tökürdülər. Atanın bütün xəstəliyi elə bil yoxa çıxmışdı. Uşa dönmüşdü elə bil. Ən çox da xalqımızın, el-obamızın bu şəhidlərə etdikləri ehtirama görə fərəh hissi keçirirdi. Böyükdən tutmuş kiçiyə qədər hamısı onları qarşılamağa çıxmışdı. Ata yürüyüb özünü evə çatdırdı. Qara qoçu qucaqlayıb, "Sevin qara qoçum, oğlum gəldi. Elinə, obasına, bizim yanımıza." O hıçqıraraq nə danışdığını heç özü də bilmirdi. Sevincinin həddi hüdudu yox idi. İndi balasının ana vətəndə bir beşiyi olacaqdı və anası hər gün gedib ona layla çalacaq, bayatlar deyəcək. Sonra yatdığı torpağı öpəcəkdi. Atası isə oğlunun məzarı üstə ona daima keşik çəkəcəkdi. Bax beləcə bir yerdə olacaqdılar. O qara qoçu balasının ayaqları altında kəsdi. Qan fışqırtı ilə hər yana axdı. Ata əlini qoçun qanına batırıb alnına çəkdi. Oxxay deyib sinə dolusu nəfəs aldı. Allahım, şükür sənin böyüklüyünə, mənim son arzumu ürəyimdə qoymadın deyib pıçılladı. Qoçu soyub tikələrə böldü. Xiyabana yığılmış insanlara öz əlləri ilə payladı. Götürün, oğlumun qurban payıdır dedi. O gündən ata evdə qərar tuta bilmirdi. Hər gün oğlunun ziyarətinə gedirdi. Sanki çəkdiyi o acı günlərin əziyyətini çıxmaq istəyirdi. Yenə sevincli bir gün, qələbə sevinci. Bu qələbəni qəhrəman oğullarımız axıtdıkları qanları, əzimkarlıqları, dözümlülükləri bahasına qazanmışdılar. Vətənimiz, elimiz, obamız sevinç içində bir-birini təbrik edir, mənfur düşmənləri torpaqdan qovub çıxartmışdılar. Onlar özləri ağ bayraq qaldırıb, öz acizliklərini, qorxaqlıqlarını bir daha sübut etdilər. Belə bir misal var. Üstadına xor baxanın gözlərindən qan damar. Onlar da yedikləri çörəyə, gəzdikləri torpağa xor baxdılar və cəzasını da aldılar. Ata özünü nəysə narahat hiss edib yatağına uzanmaq istədi. Onun ürəyi çox zəif döyünürdü. Yuxusu yenə qaçmışdı. Ani olaraq beynindən belə bir fikir keçdi. Mən burada isti yorğan döşəkdə, isti otaqda yatım, balam isə soyuq torpaqda. Yox, yata bilmərəm deyib yan yörəsinə baxdı. Hamı yatmışdı. Evdə sakitçilik hökm sürürdü. Yavaş hərəkətlərlə addımlayıb çölə çıxdı. Gecə çox qaranlıq, hava çox soyuq idi və çiskinli idi. Bütün bunlar ataya təsir etmirdi. Onu başqa bir qüvvə maqnit kimi özünə tərəf çəkirdi. Gəlirəm mənim balam dedi. Ona elə gəlirdi ki, oğlu da ondan ötürü darıxıb. Ona görə sürətlə yeriməyə başladı. Həm də çox yüngül hiss edirdi özünü. Xiyabana çox tez çatdı. Dumanlı, çiskinli havada ata əvvəl bütün şəhidlərimizə dua etdi. Onlara yeriniz cənnət olsun deyib oğlunun məzarına yaxınlaşdı. Əyilib təzə qazılmış torpağı qucaqlayıb öpdü. Gözlərindən axan yaşı əli ilə silib dedi: "Oğlum, rahat uyu, qisasınız alındı, ordumuz qələbə qazandı." Sonra xoş bir təbəssümlə bax bu xəbəri sənə deməyə gəldim. Ona elə gəlirdi ki, oğlu da bu xəbərdən sevinirdi. Elə buna görə də sabahın açılmağını gözləyə bilmədim. Həm də səninlə biraz söhbət edim, sakitləşim dedi. O oğlunun məzarı üstündə uzanıb, onu qucaqlamış bir şəkildə qollarını geniş açdı. Yadındadırmı? Sən həmişə gecələr qucağıma girib, ata mənə nağıl danış deyərdin. Özü də ağ atlı oğlanı,
Mən də danışdıqca sən özünü həmişə ona oxşadıb, böyüyəndə də onun kimi qəhrəman olacağına söz verirdin. Sonra şirin yuxuya gedərdin. İndi əziz oğlum, sən də bizim həmin o ağ atlı oğlanımız oldun. Torpağını, daşını, elini, obanı qorudun. Düşmənə qalib gəldin. Mən səninlə fəxr edirəm bala. Ata danışır, oğlu sanki sakitcə onu dinləyirdi. Birdən ata nəyisə xatırlayıb əlini döş cibinə saldı. Əlində tutduğu əşyanı oğluna göstərirmiş kimi, bax bu hələ yadımdan çıxmışdı. Heç bilirsən bu nədir? Qulaq as deyəcəm. Bax oğlum, bu sənin son qəhrəmanlığının nişanəsidir. Onu mənə səni gətirən komandirin verdi. Bildirdi ki, bu oğlunun son anında bir ovuc torpağı götürüb sinəsinə sıxıb. Əlindəki torpaq sinəsindən axan qanla birləşib bir ürək şəklini almışdır. Biz onu oğlunun barmaqları arasından güclə qopardıb götürə bildik. Onu sizə təqdim etməyi özümüzə borc bildik. Elə bil oğul böyütdüyünüzə görə sizə minnətdarlığımızı bildiririk. Bu, sizin oğlunuzun qanı ilə yoğrulmuş bir ovuc vətən torpağıdır. Ata onu öpüb qoxladı, sonra dəsmala büküb ovucunda saxladı. Əllərini bərk-bərk sıxıb, sanki oğlunun ürəyinə sıxırmış kimi dəsmalı sinəsinə sıxdı. Narın yağış damcıları atanı demək olar ki, tamam islatmışdı. O islanıb, buza dönsə də heç nə ona təsir etmirdi. Özünü isti otaqda, isti yorğan döşəkdə hiss edirdi. Çünki onun balası qucağında idi. Balası onu qızdırırdı. İlahi, bu dəqiqə necə də xoşbəxtdir bu ata. Bir daha səni məndən heç kim ayıra bilməz, mənim körpəm balam. Heç kim, sən həmişə bax beləcə mənimlə olacaqsan deyirdi. Gecədən xeyli keçmişdi. Hər yan zir qaranlığa qərq olmuşdu. Atanın ürəyi çox zəif döyünürdü. Güclə nəfəs alırdı. Heç nə, nə bu gecənin qaranlığı, nə soyuq, nə də yağan yağış ataya təsir etmirdi. Yenə də özünü xoşbəxtlərin xoşbəxti sanırdı. Çünki günlərlə bala həsrəti ilə çırpınan ürəyi indi rahatlıq tapmışdı. Ciyər parası ilə bir yerdə idi. O bunları düşündükcə bədəninə bir istilik, bir hərarət gəlirdi. Axı onun balası da bax beləcə soyuqda, yağışda, quru torpaq üstündə, ac-susuz şəhidlik zirvəsinə ucalmışdı. Mənim fəxrim, qürurum beynində ancaq bu sözləri səsləndirirdi. Getdikcə onun ürəyi lap zəifləyirdi. Nəfəsiz güclə gəlib gedirdi. Taqətdən tamam düşmüşdü. İxtiyarsız gözləri yumulan ata başqa bir aləmə düşmüşdü. İlahi, mən hardayam? Bura haradır? Pıçıldayıb gözlərini yumdu. Ata hər yanı həyəcanla süzür, harada olduğunu anlamağa çalışırdı. Xiyabandakı bütün şəhidlər atanı dövrəyə alıb, ətrafına toplaşıb, sevinclə ona yaxınlaşırdılar. Onların hamısı yaraşıqlı, pəhləvan cüssəli, boylu, buxunlu, nur üzlü balalar idi. Biz hər şeyi bilirik ata, qələbə sevincini biz ilk gündən duyduq, şadlandıq. İndi də sevinci gəlib bizimlə bölüşdüyümüzə görə sizin kimi mərd ataların, bizi qəhrəman oğullar kimi böyütdüyünüzə görə beşiyimizin başında bizə layla çalan, vətən torpağını sevməyi və bu ruhu ilə, südü ilə qanımıza hopduran analara minnətdarıq. Sizin azad torpaqlarımızda xoşbəxt yaşadığınızı görüb, biz də ruhən şad oluruq. Əziz ata, təki siz var olun. Elimiz, obamız rahat nəfəs alsın. Onlar əl-ələ verib ataya lap yaxınlaşırdılar. Bax budur, oğlu da bu şəhidlərin arasında idi. Əlini atasına uzadıb, gəl ata, gəl gör biz haradayıq, deyib atasının əlindən tutdu. Sonra bu mələk üzlü balalar uşa dönüb havada uçmağa başladılar. Ata çaşqın nəzərlərlə səmanın dərinliklərinə yüksələn
bu mələk simalı balalara baxıb sevincini gizlədə bilmirdi. Onlar isə hey uçaraq göyün mavi qatlarının ən uca məqamına yüksəlirdi. Ata onlarla birlikdə səmanın dərinliklərinə yüksəldiyinə görə sevinirdi. Gözlərini aşağıya, yerə doğru zillədi. Heç nə görə bilmədi. Yenidən səmada süzən nur balalara baxdı. Onlar necə də xoşbəxt idi. Azad ölkənin sakit səmasında necə də süzürdülər. Ata bu mənzərəyə baxıb fərəhlənirdi. İndi isə onlar sanki havada elə bir rəsm əsərləri çəkirdilər. Əvvəlcə hamısı birləşib bir dəstə yaratdılar. Sonra hissələrə bölünüb yazılara çevrildilər. Ata gözlərini açıb oxumağa çalışdı. Yaşasın vətənimiz Azərbaycan və Qarabağ Azərbaycandır. Sonra bayrağımıza dönüb sülh quşlarının dimdiyində havada yellənməyə başladılar. Onlar yuxarı qalxdıqca ata sehirli aləmin sehirli möcüzələrinə mat qalmışdı. Birdən onlar narın yağış damcılarına çevrilib göydən yağmağa başladılar. Bu nur damcıları vətən torpağına, gülə, çiçəyə, meşələrə, dağlara, dərələrə, vətənimizin hər bir güşəsinə səpələnirdilər. Ata da bir nur damcısı olub oğlunun məzarına düşmüşdü. Ana neçə saat idi ki, atanı axtarırdı. Həyəcanla qonşuları səslədi və atanı axtarmağına davam etdi. Birdən ana, o mütləq ora gedib dedi. Hamıya əl fənərlərini götürüb xiyabana getməyi bildirdi. Kənd əhli də onlara qoşulub atanın axtarışına çıxdı. Ananın ürəyi çırpınırdı. Ay Allahım, təki sağ-salamat tapılsın deyirdi. Xiyabana çatanda fənər işığında onu axtarmağa başladılar. Ana oğlunun qəbrinə yaxınlaşanda hamı içini çəkdi. Ata oğlunun qəbrinin üstündə uzanıb onu bərk-bərk qucaqlamışdı. Ana özünü onun üstünə atıb acı bir fəryad qopardı. Sən neylədin? Bir yandan oğlum, bir yandan da sən. Mən bu dərdə necə dözəcəyəm? Ah naləsinə dözməyən qonşular onu bir kənara çəkib ovundurmaq istədilər. Ana isə bu mənzərəni görüb gözlərinə inanmırdı. Ata həyata gözlərini əbədi olaraq yummuşdu. Gələnlər tez olun kömək edin onu evə aparaq deyib ataya yaxınlaşıb onu yerdən qaldırmaq istədilər. Ata isə buza dönmüş bir heykəli xatırladırdı. Köməkləşib atanı evə apardılar. Kimsə dayanın, onun əlində nəsə var dedi. Onlar atanın həqiqətən də sinəsinə sıxılmış ovucunda dəsmal gördülər. Yaxınlarından biri yaxınlaşıb onu buza dönmüş barmaqlarının arasından dəsmalı götürüb və maraqla onu açmağa başladı. Ağ dəsmalın arasında ürəyə oxşar kiçik torpaq parçasına baxıb heç nə anlamadılar. Heç kim bilmirdi ki, bu onun oğlunun öz qanı ilə yoğrulmuş bir ovuc vətən torpağıdır. Həyatlarını, canlarını uğrunda of demədən qurban verdikləri müqəddəs vətən torpağı.